Demək əziz tələbələr, bilirik ki, təqribən imtahana 16 dənə dərs qalır. Cəmi. 16 dərs qalır. Və bu 16 dərsin də biz təkrar qruplarında, kimlər ki bizdə sürətli şəkildə təkrar eləmək istəyir, 11-ci siniflər üçün, onlar da sözsüz ki, qoşula bilər. Biz mövzuların indi 16-sının da siyahısını verəcəyik. Hansı, mən qısaca deyim. Birinci dərs olacaq həqiqi ədədlər, natural ədədlər, adi onluq, kəsirlər, kompleks ədədlər. Birinci bunun təkrarı, bütün təkrar qruplarımızda. İkinci olacaq nisbət, tənasüb, faiz, rasional ifadələr, bir həddi, çox həddi, müxtəsər majustur. Və s. və ilə axırında bir-bir oxumuram, bunların hamısını onsuz da yerləşdirəcəyik. Həm qruplara atacağıq, həm digər yerlərdə bölüşəcəyik. Sınaq qruplar, belə deyək. Tutaq ki, indi bizdə kimlər ki o əlavələrə gəlir, aydındır ki, həmin əlavələrdə hər mövzu, hər bu 16 dənə adı yoxdur. Hər ada 80 dənə buraxılış tipli, qəbul tipli yox, buraxılış tipli sual olacaq. Ümumilikdə olacaq 16 vur 80, 1280 test. Bu 1280 test bu vaxta qədər düşmüş buraxılış sualları Dövlət İmtahan Mərkəzi tərəfindən saldığı sualların içindəndir. Bəziləri öz müskülərdir, bəziləri deyək ki, OTK-ya düşəndir, bəziləri deyək ki, güvənə düşəndir. Amma mən düşünüm, mənim belə deyək də, proqnozumdur ki, bu belə düşə bilər. Çox güman ki də düşəcək. Yəni 1280 dənə test işləyəsən və ümumiyyətlə heç biri təkrar düşməyə, bu nəsə nonsensdir. Yəni mümkün olmayan bir şeydir. Aha, eləsi olacaq ki, oxşar olacaq, eləsi olacaq ki, elə eynisi olacaq və s. belə. Bu heç. Bunları biz harda işləməliyik, nə vaxt işləməliyik? Dərs müddətində kimlər ki bizdə indi əlavələr var, mənim öz tələbələrimdir. Bu tələbələr gəlir, bizdə gənc müəllimlərimiz var. Gənc müəllimlərin yanında 6 nəfərlik qruplardır normalda. Maksimum indi ola bilər ki, hamı deyək ki, mən bu müəllimi istəyirəm. Bir 10 nəfərəcən qaldırmaq olar. 6-10 nəfərlik qruplarda elə qrup var ki, 3 nəfərlik idi. Həmin o qruplarda mən yox, o köməkçi müəllimlərimiz. Onlar sizə bu 80 sualı hər mövzu üzrə dənə-dənə işlədəcək 2 saat ərzində. Ki, məsələn, ay filan kəs, bu sual belə həll olunur, bu sual belə həll olunur və s. və ilə axır. Bundan savayı, kimlər ki kənardan qoşulub canlı gəlmək istəyənlərsə, onlar üçün ödənişlidir. Kimlər bizim öz tələbələrimizdir, onlar üçün ödənişsizdir. Sınaq qrupuna həmin suallar atılacaq. Kimlər ki bizim sınaq qruplarımızda da atılacaq. Amma izahlar atılmayacaq. Əgər izahlılarla da qoşulmaq istəyənlər varsa onlayn şəkildə və s. və ilə axır, bu ödənişlidir. Amma qalan hallarda, yenə deyirəm, öz tələbələrimiz üçün, bunların hamısı canlı gələnlər üçün tam ödənişsizdir. Öz tələbələrimiz üçün. Bundan savayı, indi ola bilər ki, tələbələrdən kimlər ki, deyər ki, Süleyman müəllim, sən özün izah elə. Bunun üçün bəli, həmin o 16 dərsin izahını istəyirsənsə, ki, Süleyman müəllim, sürətli şəkildə izah ver. 80 misalı orada işlətmirəm. Orada həmin dərsə qısa izah verirəm, bu 80 misaldan nümunələr edirəm. Bunu da onlayn şəkildə eləyəcəyik. İndi ona da baxacam ki, hansı ki tələbələrimiz istəyirsə, o da əlavə onlayn şəkildə izah eləyə bilərik həmin mövzuları. Bu da istəkdən asılıdır. Yəni, qısası sürət qrupumuz olacaq. Həmin o sürət qrupunda bu 80 sualı işləmək yox, onların belə deyək, müəyyən nüansları demək, müəyyən anlayışları demək. Bütün dərsin izahı deyil. O da həftədə 2 dəfədir. Yəni 16 dərs ərzində. Vəssalam. Burada da bizdə öz tələbələrimizdən həmin izahlara yaxşı oxuyanlar. Kimlər ki, həqiqətən göstərir ki, Süleyman müəllim, mən 100-ə gedəcəm, sənin də izahın olsa, lap super. Təkrar kimlərdə ki, bu 82 sualı işləyəcək. Özü sərbəst hamısını işləyə bilir, heç bir problem yoxdur. Onun əlavəyə gəlməyə də ehtiyacı yoxdur. Çünki özü sərbəst işləyir. Amma görürsən problemlərin var, gəl qoşul. Müəllimlər özləri sınaq, bu qəbul imtahanlarından özləri 100 yığıb. Siz də onlardan köməyindən istifadə edib 100 yığa bilərsiniz. Mövzular yenə deyirəm, bəlli, suallar da birazdan bəlli olacaq, qruplara atılacaq. Vəssalam, dayandırdıq.